Çox keçmişəm bu dağdan, durna göz qurbanlardan. Eşitmişəm uzaqlardan sakit axan arazları, sınamışam dostu yarı. Könlüm keçir Qarabağdan, gah o dağdan, gah bu dağdan, axşamüstü qoy uzaqdan. Havalansın xanın səsi, Qarabağın şikəstəsi və bu misranın sonu isə məncə mənim dilimdən yox, Heydər Əliyev öz dilindən eşitsə Heydər Əliyev bir dəfə də sənət qrupunun Azərbaycan şeirindən bir bənd deyərək kövrəlir. O, 34 ildir ki, Azərbaycan xalqı qarşısında çıxış edir. Amma heç kəs onun kövrəldiyini şahid olmamışdır. O, məhz Azərbaycana həsr etmiş şeiri deyərkən ilk dəfə kövrəlir. El bilir ki, sən mənimsən, yurdum, yuvam, məskənimsən, anam, doğma vətənimsən. Ayrılar mı könül candan, Azərbaycan,